Möcüzələr diyarı Laza, dik dağların qoynunda yerləşən, səfalı təbiəti, gür şəlalələri və təmiz havası ilə seçilən Qəbələnin bu ünvanı həqiqətən də başqa bir aləmdir. Rayon mərkəzindən təxminən 8 kilometr şimal-şərqdə, Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında qərar tutan bu kənd turistlərin ən sevimli məkanlarındandır. Amma bugün sizə kəndin tarixindən, coğrafi xəritəsindən bəhs etməyəcəm. Dağların qoynunda yaşayan, zamanın nəfəsini qoruyan bu yurdun hekayəsini uzun-uzadı danışmağa da ehtiyac yoxdur. Gəlin, bu dəfə bir ailənin simasında əsl kənd sakinlərinin misilsiz qonaqpərvərliyinə şahid olaq. Ata-babadan qalan müqəddəs mirası göz bəbəyi kimi yaşadanların, köklərinə sıx bağlı qalanların izinə düşək. Keçmişdən bugünə ucalan adət-ənənələrimizin ruhunu birlikdə yaşadaq. Salam edirsin paşam. Xoş günlər yaşayın. Laza kəndinin sərin dağ havası ilə nəfəs alan küçələrlə irəliləyirik. Bu balacaların o saf, qayğısız, xoşbəxt anlarını izləyərkən işimi azca da olsa unudub uşaqlığıma qayıdıram. Açıq qalan qapıdan heç vaxt görmədiyim, şəhər həyatına yad olan bir mənzərə də diqqətimi çəkir. 73 yaşlı saçlı nənənin səbrlə, böyük həvəslə yunu əyirərək sap balına salması sözün əsl mənasında məni təəccübləndirir. Kənd uşaqlarının ata minməsi, qayğısız qaçışmaları isə adamı illər əvvələ aparır. Kəndin əsl nəfəsi də elə budur. Bəzən həyat insanı elə yerlərə gətirib çıxarır ki, təsadüflər gözəl həqiqətə çevrilir. Qəbələnin ucqar, buludlara, dağlara söykənən Laza kəndi də məhz belə yerlərdəndir. Buranın təmiz havası qədər təmiz və qonaqpərvər insanları var. Yoldan keçən hər kəsi qapısına və Samavar çayına dəvət edən məhz təsadüfdən biz Əhmədovlar ailəsinin qonağı olduq. Və çay süfrəsi arxasında etdiyimiz söhbət bizi həm kənd həyatı ilə tanış etdi, həm buranın adəti, ənənəsi ilə və təbii ki, gözəl xatirələrə apardı. Xoş gördük, hər vaxtınız xeyir. Həyətə girən kimi burnumuza o qədim, unudulmaz qoxu dəyir. Samavar çayını kim sevməz ki? Həyətdə isə hər qarışda təbiətin öz şəfa mənbəyi var. Ətirli nanə, yarpız, gicitgan, sarı dazı otu. Xoş gördük, Təhmasib. İlk növbədə təşəkkür edirəm. Sizə, ailənizə dəvət etdiyinizə görə maraqlıdır. Hardan gəlib bu ənənə? Ümumiyyətlə özünüzdən, yoxsa elə ata-babadan? Hər keçən kənddən tanımadığınız insanları evinizə, həyətinizə dəvət edirsiniz. Qonaq Allahın qonağıdır. O öz ruzisini özündən əvvəl gətirir təbii ki. Biz uşaqlıqdan, yəni belə böyümüşük, belə görmüşük. Həmişə qonaqlı qaralı olub bu həyət. Bugün biraz kənd həyatı yaşamaq çətindirmi? İllər öncə ilə əgər müqayisə etsək. Belə deməzdim. Əgər bir şərait varsa filan, yəni bəzi şeylər insana gərək olan o şeylər varsa, o qədər çətin deyil. Yəni. Ha şəhər, ha kənd, yəni şəraitim varsa, doğrudur, burada insanlar məsələn, gəlir baxımından heyvandarlıq olub zaman-zaman və bu çətindir. Çünki onlar dağlarda olur və elə olur ki, 15-20 gündən bir evə gəlib gedirlər. Bu tərəfi doğrudan çətin olub. Yəni hal-hazırda da davam edirlər insanlar. Məsələn, qardaşım var, dağda olur, Qubanın üstündədir. Çox soyuq olur. Hətta yayı belə, yəni, bütün yayı məsələn, yorğandan istifadə edirik. Yəni, belə, nə burada ağcaqanad falan olmaz. Biz adət etmişik ki, kəndə gəliriksə, mütləq şəkildə kəndin yumurtasından, kənd toyuğundan, nə bilim, şorundanmı, pendirindənmi, təndir çörəyindənmi
Rahatdır burada bunları tapmaq. Elə kəndlər var ki, təəssüf ki, orada artıq yoxdur bu. Xeyr var, yəni. İnsanlar onunla məşğul olmur, yəni Var, toyuq-cücə saxlamırlar həyətində, təndir qalamırlar, çörək yapmırlar. Təbii ki, var, yetərincə var. Heyvandarlıqla məşğul olan təbii ki, onun yəni südündən, yunundan belə istifadə eləməlidir. Yəni bu vacibdir, olmalı bir şeydir. Tək əti deyil heyvanın. Kənd sözün əsl mənasında elə bil ki, buludlara söykənir, dağın ətəyində. Yəni bu gözəllikdə insanın sadəcə elə ruhu yaradıcılıq istəyir. Sizdə necə? Təbii ki, mənim də yəni uşaqlıqdan bir müəllimim vardı. İndi belə görəndə, yəni mən uşaq vaxtı məktəbdə oxuyanda, hətta mən onları xatırlamıram. Deyirdi ki, sən şeir yazırdın filan, yəni var. Yəni hələ də var, davam eləyir. Nədən yazırsınız? Nə haqqında yazırsınız? Sevgidən, torpaqdan. Yəni, bu tərəfdən daha çox. Xatirinizdə qalan var ya? Var, bəli. Bir gün yağış yağırdı, payız vaxtı idi. Belə bir ani bir şey gəldi. Yağış və mən. Yağışlı bir səhər xatirələrim məni uzaqlara alıb aparır. Qarışıb yağışa könül sellərim, sevgi budağımdan yarpaqlar salır. İndi istəyirəm bir bulud olum, qoşulum göydəki sirdaşlarıma. Axım damla-damla ovucuna dolum, bəlkə rəhmin gələ göz yaşlarıma. Çox sağ olun. Təşəkkür edirəm. Həm süfrənizə görə, həm özünüzə görə, həm belə qonaqpərvərliyinizə görə. Təşəkkür edirəm. Burada həyat heç də asan deyil. Qoyunlar yayda sərin yaylaqlara, qışda isə qışlaqlara köçürmək, ilin hər fəslində o sərt dağ şəraitində təsərrüfatla məşğul olmaq əsl dözüm və iradə tələb edir. İnsanların bütün bu çətinliklərə sinə gətirərək dədə-baba yurdlarını, el-obalarını şərəflə yaşatması ayrı bir qürurdur. Zəhmətin də öz bəhrəsi var əlbəttə. Həmin o dağların təmiz otu, min bir dərdin dərmanı olan bitkiləri ilə qidalanan qoyunların südündən hazırlanan o məşhur əsl yağlı Laza pendiri kəndin heç dəyişməyən əvəz olunmaz nemətidir. Laza adi bir kənd deyil. Bura insan saflığının, təmiz qonaqpərvərliyin və əsrlərdən gələn adətlərin yaşadığı ünvan oldu bizim üçün. Əhmədovlar ailəsinin ocağında içdiyimiz samavar çayı, qısa da olsa dinlədiyimiz həyat hekayələri ürəyimizdə silinməz iz qoydu. Mən xatırlayıram ki, indi biz balaca olanda adət etmişdik ki, nənə-babamızın yanına gedirik və kənddə çox xoş idi olmaq. Hər tətildə, yay tətilində gedirdik. İndiki uşaqlar bir qədər o qədər xoşlamır. Sizdə necə? Xoşduyursunuz? Xoşduyuruq, çox xoşduyuruq. Çünki yayda Bakıda qalmaq, burada qalmaq daha yaxşıdır, nəinki Bakıda qalmaq. Çünki buranın havası, gözəlliyi daha gözəldir. Yəni kənd həyatı səni qorxutmur? Qorxutmur, yox, çünki çətin deyil. Bəlkə əvvəllər qorxuda bilərdi, amma indi qorxutmur. Bəs səndə necə Qaqar? Mən əmimlə bibimin yanına gəldim, bacımın yanına gəldim. Əgər sizin yolunuz bir gün Qəbələdən düşsə, mütləq istiqamətinizi bu kəndə, bu isti ocaqlara tərəf çevirin. Çünki həyatı həqiqətən gözəl edən məhz belə gözlənilməz təsadüflər və təmiz ürəkli insanlardır. Unutmayın, dağlar adamı saflaşdırır, kəndlər isə yaddaşımızı qoruyur.